Ötən gün Qazax şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, 2000-ci il təvəllüdlü Kazımov saat 17 radələrində idarə etdiyi BMW markalı avtomobillə şəhərin Səməd Vurğun küçəsində yolu keçən 1952-ci il təvəllüdlü Faiq İsmayılovu vurub. Ağır xəsarətlər almış şəxs elə hadisə yerindəcə ölüb. Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırma aparılır. İsmayıllıda isə yarımtikilidə qadın meyidi tapılıb. Hadisə aprelin 9-u saat 16 radələrində İsmayıllı şəhərin ərazisində yerləşən Mənzil Kommunal Təsərrüfatı Birliyinin həyətindəki yarımtikilidə aşkarlanıb. Ölən qadın 1942-ci il təvəllüdlü Qalınçaq kənd sakini Vəzifə Namazqızı Fətullayevadır. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma davam etdirilir. Qusarda qaynata kürəkəninə təpi ilə vuraraq ona ağır xəsarət yetirib. Məlumata görə hadisə rayonun Atlıxan kəndində qeydə alınıb. 1961-ci il təvəllüdlü Fərhad Hacı Muradov kürəkəni Vüsalın qarın nahiyəsinə təpi ilə vuraraq nəticədə Vüsalın bağırsağını zədələyib. O təcili xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Müəyyən edilib ki, 65 yaşlı kişi gecə saat 2 radələrində kürəkəninin Qusar rayonu Atlıxan kəndində yerləşən evinə gedib. O Vüsalın mütəmadi olaraq spirtli içki qəbul etməsi, qızı ilə heç bir əsaslı səbəb olmadan münaqişə yaratmasına görə öz iradını bildirib. Bu zaman kürəkən qaynatasını təhqir edib. Buna əsəbləşən kişi qızının ərinin qarın nahiyəsinə qəsdən bir dəfə təpi zərbəsi vuraraq sonuncuya qarnın küt travması nəticəsində nazik bağırsağın cırılmasından baş vermiş, irinli yayılmış peritonitdən sonraki toksiki sepsis xəsarəti yetirib. Bundan sonra Hacı Muradov barəsində cinayət məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə iş açılıb, lakin qarşı tərəf şikayətçi olmayıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi kürəkənini vuran qaynataya şərti cəza verib, o azadlıqda qalıb.